Salam uşaqlar, hər vaxtınız xeyir olsun. OTK-nın 9-cu siniflər üzrə keçirdiyi sonuncu buraxılış sınağının qrammatika suallarını izah edəcəm. 22-si idimi? Deyəsən 22-si idi, səhv etmirəmsə, tarixləri qarışdırmayım. Ən sonuncu keçirdiydi. Deməli, hansı nümunədəki bütün sözlər eynilik hissəsinə aiddir? Rayon isimdir, savadlı sifətdir, bu getdi. Bu əvəziyyəti fikir isimdir. Bu da getdi. Eynilik hissəsinə aid deyil. Ona əvəziyyəti gəldi, ona elə gəldi, parlaq yox. Niyə sən eləsən, mən beləm, sən bizim də gələcəyimiz isim var. Niyə əvəzdir, sən əvəzdir. Elə sən necə sualını verib buna elə bilməyin ki, bu sifətdir. Bu da elə əvəzliyidir, işarə əvəzliyidir, sifət əvəz edib. Məndə əvəzlikdir, belə də əvəzlikdir. Yəni, sifətin sualına cavab versə də yenə əvəzlikdir. Tamamlığı feili birləşməni, ifadə olan nümunəni müəyyən edin. Tamamlıq dedisə, ümumiyyətlə bütün cümlələri təhlil etməyə çalışırıq. Silirdi nəyi? Gözünün yaşını. Burada tamamlıq var, amma isim birləşmədi. Görən olmasın, burada heç tamamlıq yoxdur. Çantasını da götürüb otağı yeyin addımlarla tərk etdi. Yeyin iti deməkdir. Tərk etdi haranı, otağı. Necə tərk etdi? Çantasını götürərək, burada tərkibdir, feil bağlama tərkibdir. Nə ilə tərk etdi? Necə tərk etdi? Yeyin addımlarla tərk etdi. Daha burada yoxdur. Çiçəklərlə bəzədilmiş eyvan küçədən keçənlərə heyran etdi, heyran edirdi. Heyran edirdi nə eyvan? Kimi? Küçədən keçənləri. Feili sifət tərkibi və salam. Burada olacaq feili birləşmə. Azərbaycan dilini bilmək hamımızın borcudur. Nə? Azərbaycan dilini bilmək. Məsdər tərkibi mübtədadır. Darvazadan girəndə həyətdə uzanmış iti görmədi. Görmədi nəyi iti? Hansı iti? Həyətdə uzanmış iti. Nə zaman? Darvazadan girəndə. Deməli, burada isimlə ifadə olunub. Hansı nümunədə bitişdirici samitdən səhv istifadə edilib? Bilirik ki, mənbə, mənşə, mənafi, mövqe, tali, su, nə? Bunlar y bitişdiricisindən dəyişəcək. Mənşəyi, mövqeyi də mütləq olmaz, suyu. Burada da ki, heç bitişdirici yoxdur. Cavab olacaq A variantı. Hansı nümunədə cümlə üzvləri arasında tabesizlik əlaqəsi var? Cümlə üzvləri arasında dediyinə görə sadalanan cümlə üzvü olmalıdır. Həmcins üzvü olmalıdır. Yəni cümlə istənilən, amma tabesizlik əlaqəsi desəm, tabesiz mürəkkəb cümlədə tapmaq olar. Burada sırf cümlə üzvü dediyinə görə sadalanma həmcins üzv tapacaq. Ay mənim dəcəl və qoçaq oğlum. Mənim oğlum. Uşaqlar, mənim oğlum bu bir yerdə birləşmədir və bu xitabdır. Heç burada sadalanan cümlə üzvü yoxdur. Gedəcək bu heç, gedəcək bir dənə burada cümlə üzvü var. Dağa da, daşa da baxanda gözümdə vətənin bölünməz obrazı yaranır. Yaranır nə? Vətənin obrazı. Yəni, mənsubiyyəti. Burada dağa, daşa sadalanmanı görən kimi burada həmcinslik deməyin. Nədə yaranır gözümdə? Nə zaman? Dağa, daşa baxanda. Anda, əndə var, feili bağlama şəkilsidir. Bunları salıb tərkibinə, tərkibdə gedib. Bunlar ayrıca cümlə üzvü deyil ki, burada həmcinslik götürüb deyəsiz, tabesizlik. Dağlarda buz əriyir, çaylar aşıb daşır. Əriyir buz, harada dağlarda? Aşıb daşır nə? Çaylar. Burada cümlə arasında tabesizlik var. Tabesizlik əlaqəsi var. Yəni, burada görürsünüz, bu buz əriyir buna aiddir. Çaylar mübtədası da buna aiddir. Deməli, burada cümlə arasındadır. Daş binada qalan insanlar istilik dərdini çox çəkirlər. Burada heç nə yoxdur. Onun üzündə biganə və laqeyd bir var idi. Nə? İfadə. Nədə? Onun üzündə. Necə ifadə? Laqeyd ifadə. Necə ifadə? Biganə. Bağlayıcı ilə bağlanmış həmcins təyinlərdir. Gəldi bir dənə mübtədaya bağlandı. Deməli, burada həmcins üzvlər var deyə, burada tabesizlik əlaqəsi cümlə üzvləri arasındadır. Sonra keçirik növbəti suala. Hansı cümlədə köməkçi hissəsi yoxdur? Yoldaşlarım evəcən, balaca olanlara fikir verir istəmişə. Cəndir, dəkdir, cacədir. Burada var. Sonra çörəyi dizin üstündə olanlarla çörək yemək. Olanlar ilə burada qoşma var. Ay insafsız, ay nidası var. Düzü burada modal söz var.
Onun əvvəl dediklərinin hamısı doğrudur. Bax, burada əvvəlin qarşısında dan-dən çıxışıq yoxdur deyə bu müstəqil sözdür, zərfdir, əvəzlikdir, feili sifətdir. Hamısı əvəzlikdir, doğrudur, sifətdir. Cavab D variantıdır. Hansı cümlədə əvəzlikdən sonra uşaqlar, ümumiyyətlə əvəzlikdən sonra vergülün qoyulması deyəndə siz elə başda o, bu, ümumiyyətlə cümlə daxilində o, buya fikir verməyin. İstənilən əvəzliyin növünə fikir verin və yanında ola bilər ki, modal söz, ara söz, xitab gələr, nida gələr. Onların vergülü də onun yanına düşmüş olar. Diqqətli olmaq lazımdır. Döyüşdə heç kəs, baxın, heç kəs qeyri-müəyyən əvəzliyidir. Yanında vergül var. Və özündən sonra şübhəsiz modal sözü gəlib. Qoyulması doğrudur deyir. Və bilirik ki, modal sözündə hər iki tərəfində vergül qoyulur. Biri də gəlib düşüb qeyri-müəyyən əvəzliyin yanına. Deməli, bu doğru qoyulub. Cavab A-dır. Hərçənd mən ona heç nə demədim, ancaq o məndən küsmüşdü. Və burada o əvəzliyindən sonra əvəzlik gəlib. Əvəzlik biz kəflə yadda saxlayırıq. Köməkçi, əvəzlik, feil gələndə vergül qoyulmaz. Köməkçidən modal istisna, feildən feil istisna, feili sifət istisna. Deməli, burada səhv qoyulub. O qız məktəbimizdə hansı qız fəal şagirddir? O buya hansı sualını versək, özündən sonra nə gəlir gəlsin. Bu suala görə vergül qoymaq olmaz. Hamı sənanı burada niyə vergül qoyulsun ki? Olmaz. Bu da özündən sonra bağlayıcı gəlib qoymaq olmaz. Burada da başqası da yoxdur. Hansı nümunədə bir-biri ilə antonim olan sözlər işlənib? Antonim olan sözlər deyəndə məna əks olmalıdır və nitq hissəsi uşaqlar, nitq hissəsi eyni olmalıdır. Eyni. Duman, çən, bu sinonim olar. Yetişən feili sifətdir, yetişməyən deyə bilərəm. Kal sifətdir, olmaz. Kökləri eynidir. Kökləri eyni olanlar olmaz. Bərk, yumuşaq, sərinlik, soyuqluq sinonimdir. Bərklə yumuşaq, bəli, D variantıdır. Ümumiləşdirici sözdə həmcins üzvlərin ifadə vasitələri eyni nitq hissəsidir. Çalışanları, oxuyanları, qısası fərqlənənləri mükafatlandırdılar. Aid deyil uşaqlar deyil, mən səhv oxudum. Aid deyil. Çalışan feili sifət, oxuyan feil sadalanıb, həmcins üzvlərdir və qısası heç fərqlənənlər. Fərqlənənlər sözü bunu ümumiləşdirdi. Bu da feili sifətdir. Eyni nitq hissəsinə aiddir. Dostlarımız bu isimdir. Turan və İlhamə alma yığmağa getdilər. Deməli, bu da isimdir. Turan da, İlhamə də xüsusi isimlərdir. Eyni nitq hissəsinə aiddir. Ümumiləşdirən söz dostlarımızdır. Bu həmcins üzvləri ümumiləşdirdi. Nərgiz, Təranə, Həcər bir sözə hamımız, ümumiləşdirən söz hamımızdır. Nərgiz, Təranə, Həcər xüsusi isimdir. Hamımız əvəzlikdir. Deməli, ümumiləşdirici sözlə həmcins üzvlər eyni nitq hissəsi olmadı. C variantıdır. Uşaqları ümumiləşdirici sözdür. Deməli, burada Layləni, Bənövşəni, Türkanı da həmcins üzvlərdir. Bunlar da isimdir, bu da isimdir. Biz əvəzlikdir, ümumiləşdirici sözdür. O və mən, bu isə bu da əvəzlikdir və həmcins üzvlərdir. Deməli, bu necə olacaq? Eyni nitq hissəsidir. Cavab C variantıdır. Hansı nümunədə eyni səsin müxtəlif hərflərlə ifadə olunmasına rast gəlinmir? Üstəgəl sözündə S, T-da D-yə keçmiş olacaq. Təmizlikdə L, D-yə keçmiş olacaq. Deməli, D səsini burada T hərfi verdi. Burada D səsini, deməli, səs transkripsiyada olur da, indi yazmaram. L hərfi verdi. Müxtəlif hərflər eyni səsi verdi. Mürəkkəbdə K, G-ni verəcək biri. Burada da G hərfi G-ni verir. Müxtəlif hərflər eyni səsi verdi. Şirkət, sistem qalsın. Zövqdə Q, K-ni verəcək. Vulkanda da K, K-ni verəcək səs olaraq. İkisində də fərqli hərflər eyni səsi verdi. Viruslu sözündə L hərfi D səsini verəcək. D hərfi D səsini verəcək. Müxtəlif hərflər eyni səsi verdi. Amma şirkətlə sistem sözündə belə bir şey yoxdur. Hansı sözün yarandığı nitq hissəsi digərlərindən fərqlənir? Uşaqlar, yarandığı deyəndə nə etməlisiniz? Sonuncu leksikdən əvvələ baxmalısınız. Sonuncu leksikdən əvvələ baxırsınız. Əvvələ baxmaq. Aha, birgəlik sözü. Qələmin rəngini dəyişək. Birdən, birgə, birgəlik. Kökü saydım. Amma birgə zərfindən birgəlik ismi düzəlib.
Bu fərqli. Bir sayından birlik. Bir dənə leksik varsa kökü ilə yarandığı eynidir. Kökü də saydı. Elə saydan da yaranıb. Birinci, birincilik. Kökü bir sayıdır. Yaranıb birinci sayından olub birincilik ismi. Nitq hissəsi başlanğıc formadır. Bir sayından birdən zərfi düzəlib. Bir sayından birləşmək. Həm kökü saydı, həm də sonuncu leksik. Ləşi atıram, elə saydan da düzəlib. Ancaq bu birgə zərfindən düzəldi. Sadəcə bunun kökü saydı. Özü düzəlib zərfdən. Sonuncu leksikə atdım, zərfdən düzəldi. Ümid edirəm ki, uşaqlar sizə faydalı olar. Onlayn dərslər üçün müraciət edə bilərsiniz bu nömrəyə. Uğurlar.